Məlumat verdiyimiz kimi, Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında 8 uşaq rotavirusa yoluxub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, 6-sının müalicəsi isə sığınacaqda davam etdirilir. Daha 24 uşağın virusa yoluxma riski olduğu bildirilir. Uşaqlar arasında yayılmış rotavirus təhlükəlidirmi? Qobalifo Azad danışan tibb elmləri doktoru Professor Adil Qeybulla bildirib ki, rotavirus yeni doğulmuş və 5 yaşdan aşağı uşaqlar arasında mütəmadi olaraq yayılan xəstəlikdir. Bu xəstəlik ishal və qusma ilə müşahidə edilir. Nəticədə bədəndə maye itkisi yaranır. Xəstəliyə yoluxma vaxtı uşaqların qıcolma keçirməmələri üçün ev şəraitində mütləq Hidron adlı preparatı 1 litr qaynadılmış suda həll edərək onlara kiçik dozalarla vermək lazımdır. Təbii ki, daha sonra müayinə və müalicə həkim nəzarəti altında aparılmalıdır. Ümumiyyətlə, bu xəstəlik yoluxucu olduğu üçün uşaqlar xüsusilə ictimai yerlərdə diqqətli olmalıdırlar. Rotavirus uşaqların vəziyyətini ağırlaşdıra da bilər. Mütəxəssis bəzən yaşlı adamların da rotavirusa yoluxduğunu vurğulayıb. Yaşlılarda qusma, kəskin gastroenterit müşahidə edilir. Bu vəziyyətlərdə həmin şəxslərin bol maye qəbul etməsi, həkim təyinatı ilə digər infuziya və lazımi müalicənin aparılması təmin edilməlidir. Xəstəlik müəyyən bir dövrdən sonra orqanizmdə sağalır. Ancaq hədsiz dərəcədə qusma və ishal halları orqanizmin zəifləməsinə, qıcolma və hətta ölümə gətirib çıxara bilər. Ona görə də vaxtında ilkin yardım göstərilməli və xəstəliyi yerində lokallaşdırmaq üçün karantin tədbirləri görülməlidir. Xəstə tam sağalana qədər ətraf dezinfeksiya edilməli, uşaqlar təcrid edilməlidirlər.